Səhifə 38 oxuyuram. Elmi səfər və ya gəzintidə müvəffəqiyyət meyarı, uğur əldə etməyin ölçüsü nədir? 1. Faydalı olmaq. Getdin, gəldin, nə əldə eləmişsən? Torpaqdan, sudan, çaydan, həşəratlardan nə əldə etdin, nə öyrəndin? Yəni, tək hələ getdim, gəzdim, hələ getdim, gəldim, yox. Nə əldə eləmişsən? Nəyin var ortaya qoyub? İkinci, şagirdlərin fəal olması, yəni diribaş olsunlar. Oturub belə baxmasın, gelirlərsə orada gəzək, yeyək. Yox. Ekskursiyaya qəşə getdin, gəzdirsən də, yeyirsən də və elmi işlər, yəni boş qalmırsan. Yaşıllıq olduğu üçün, orada hamı belə səmimi olduğu üçün, orada insanın zihni daha rahat işləyir. Yəni utananlar orada rahat danışırlar, çəkinmlə daha danışmalığa. 3. Həyəcanlandırıcı olma. Hər bir elmi səfər hədəfə malikdir. Niyə geçsiz? Nədir belə məqsədiniz? Və həmin hədəfə nail olmaq üçün təşəkkür və təlaşa ehtiyac var. Təfəkkürə ehtiyac var. Düşünürsən. Baxırsan ağacda, yola, ora, bura və s. Məsələn, Allah əsgərimizi qorusun. Mən o vaxt olanda hərbidə, mən həm olmuşam piyada bölümündə, ağır sahədir. Həm də olmuşam mina çıxaranlarda. Məsələn, otluq ərazidir. Məsələn, bura sizə basırsan mina. Mina basılmaq üçün yollar var. Necə eləməlisən ki, burada bilinməsin ki, burada qazı, burada məsələn, piyada əleyhinə və ya tank əleyhinə mina var. Ora məsələn, bizə göstərirlər zabitlərimiz ki, belə qazırsan, belə eləyirsən, elə. Mina çıxartmağın yolları var idi. Yəni, geçsən ancaq hələ əskərə yox, geçsən nəsə öyrənmək üçün. Bu da həmçinin, getdi orada fəal olursan. Məsələn, necə quyu qazmaq lazımdır. Görürsən, məsələn, qəbri qazırlara, necə rahat qazırlar? Onun yolu var da, rahat qazmaq üçün. Məsələn, bizə o vaxt gəndə əskərə çox bilmirdik də, məsələn. O adı akop, nədir bu, səngər. Qazmağın yolları var idi. Belə elədin, qazırsan. Yəni, işin tez bitir, belə deyək. Qazmağın yolları var idi. Çala qazsan, quyu qazsan, atsan tor, bağ tutmaq üçün. Necə etmək lazımdır bunu? Hamısını öyrənməlisən, o gedəndə ekskursiya. Getdim, gəzdim, nə öyrəndim, heç nə. Getdim, gəldim. Bu yox. Həm gəzirsən, həm öyrənirsən. Və onların müəllim qrupları ayırır. Hər bir yardımcı olar bir iş tapşırır ki, hər bir iş görsünlər. Yəni, bekar qalmaq olmaz. Məsələn, sən su gətir. Məsələn, çay dəmlə. Belə bir şeylər. İqtisadi olma. Elmi səfərlər zaman və maddi baxımdan onun nəticəsi ilə ölçülməlidir. Yəni nə? Məsələn, əgər meşə yaxınlıqda olsa, oraya getmək üçün avtobusun icarəsinə ehtiyac yoxdur. 10 dəqiqə yoldur da, gedin piyada. O daha xeyir, əqvi xeyirdir. Əgər yarım gün ərzində müxtəlif həşərat növlərini müəyyən etmək mümkündürsə, bütün bir gün ona sərf etmək olmaz. Sən 2 saat geçsən, orada olsan, həşəratlarla götür nümunə mümkündür. Daha suskana qalsam, ehtiyac yoxdur. 2 saat getdim, 50 et nümunəni, bəli, geçsin, dala qadirsən. Bu qədər. Səhifə 39-a qədər oxudum. Elmi səfərlərin dəyərləndirilməsi mövzusuna qədər. Mənim də boğazım yerində deyildi ya, bəz danışma rahatdır, üzrə hesab edeyim. Nəsə, təsirli, çox danışanda narahat oluram. Rahat danışa bilmirəm açığı. Əvvəlkdən bəz görürəm ki, bəz var geriləmə. Dua edeyim, salamatçı olsun. Allah hamı kömək olsun, Allah elimizi artıq etsin, Allah yolun gözlədiyimiz 12-ci mamın gəlişini tezləşdirsin. Amin. Allahümmə salli əla Muhammed və ali Muhammed və accil faracahum.